da deyək ki, boz ay, martın bu vədələri təbiətdə manşırlı günlərdir. Qışa qalib gəlmə də bu vaxtın payına düşür. Martın bu vədələrində quş boranları deyilən boranlar başlar. Əvvəl qara quşun, sonra da leyləyin boranı bir tüpü kimi gəlib keçər. Qara quş da qarğadan biraz balaca, qara qonur quşdur. Dedik ki, leyləyin boranı deyilən bir söz də var. Leylək 8-ə gəlməz, 9-a qalmaz. Yəni, leylək martın 8-də gəlməz, martın 9-una da qalmaz. Özün öz hesabını götür. Bu da dədələrin vaxta uyğun tutduqları sözdür. Hər ötən çərşənbə yaza açılan bir qapıdır. Hər çərşənbə bir çətinlikdən addamadır. Hə istəklilər, indi də folklorçu Tacir Səmiminin yolladığı Ağbaba folklorundan bəzi örnəkləri yetirək qulluğunuza. Çərşənbə günlərinin birində qədim qayım yurtlarımızda axşam vədələrində cavan comrul duzluca, yəni xəmir kökəsi pişirtdirər. Buna el arasında duzlu kömbə də deyərlər. Duzlucanı yiyən cavan yuxuda kimi görsə onun butası saylar. Yenə çərşənbə günlərinin birində gecə bir nəfər bir şeyi niyyət eləyib təndir damına gedər, küflə təndirə hava verilən yer deməkdir. Qabağında durub belə deyər: ay bacı xanım, Hacı Kərimin sağ olsun, mənə anamdan, atamdan bir xəbər. Güya bu vaxt küflədən səs gələr. Bundan sonra həmin adam gecə yuxuda nə görsə, niyyətim ona uyğun yazılar. Özümüzlə, ruzumuzla tən nədir? Təndirdir, təndir. Təndir biney qədimdən qövmümüzün yol yoldaşıdır. Özünlə təndir. Təndirliyi də bundandır. Təndir həm də bərəkətə işarədir. Qurandan irəli sayılan çörək bişən yerdir, and yeridir. Təndir, peşkun, ərşin təknə, rəftə nənələrimizin işlətdikləridir. Kündəni peşkunun üstündə yayır, ərşinin iti ucu ilə bir-iki xət çəkəndən sonra onu təndirin badına, yəni divarına yaparlar. Peşkun üstü yumru ağac miz kimidir. Qaldı rəftə, təndir çörəyindən biraz böyük yastıqdır. Çörəyi bununla yapırlar. Bəs ərşin? Bu da bir tərəfi iti, bir tərəfi sual şəklində olan qol boyda bir dəmirdir. İti ucu ilə təndirdən çörəyi çıxarır. O biri tərəfi ilə təndirin badını qazıyırlar. Xəmir yapılandan sonra az keçməz təndir çörəyini xoş ətli adamı vurar. Hərdən bir arada bir-iki küt gedər. Amma kütləri də yaxşıca qızardarlar ha. Sonra təndirin badın ərşinlə qazıyıb, xına kimi qızaran qazmağı yığardılar. Bu da Xankəndi şəhəri. Hər neçə illərdən sonra. Mən 88-də bu yolu gedib gəlmişəm Şuşaya. Çox balacaydım onda. Allah erməniyə min nəhlət eləsin, min nəhlət. Gəncliyimizi aldı əlimizdən, həyatımızı aldılar əlimizdən. Bugünkü günümüzə şükür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizə borcluyuq hər birimiz, hər bir Azərbaycan vətəndaşı. Onların sayəsində bu gözəl torpaqlarımızı geri qaytardı.
Müzik